Gününüz aydın olsun millət. Bu hadisə 2 gün öncə Bakıda baş vermişdi. Bolt şirkətinin sürücüsü bu hadisəni törətmişdi. Çox şükürlər olsun Allah'a ki, yəni ölüm itim olmuyor. Yəni bu 3 səbəb var da bu hadisənin törənməyində. Ya o sürücü adekvat deyil. Yəni ya narkotik qəbul edib, ya spirtman qəbul edib. Yəni haqqına girmək çıxmasın. Bəlkə də bu insan elə insan deyil. Yəni səbəbləri deyirəm. İkinci səbəb texniki, yəni nasazlıq. Üçüncü səbəb də ki, normadan artıq işləmək, yəni səbəbi. Hər üç səbəbdə Bolt şirkəti həm məsuliyyəti daşıyır, həm də birbaşa günahkardır. Bu insan adekvat deyilsə, narkotik ya spirtman qəbul edibsə, niyə nəzarət yoxdur? O sürücünün sərnişini başda olmaqla bir neçə hadisə olur ki, bəlkə 50-100 nəfərin ölümünə səbəb olur. Bir sürücünün adekvat olmamağı. Yəni niyə nəzarət yoxdur? Niyə bu cür insanlara maşın etibar edirsiniz, insan həyatına etibar edirsiniz? İkinci səbəb texniki nasazlıq. Texniki nasazlıq məsələsi isə niyə nəzarət eləmirsiniz? Niyə o maşınlar yoxlanılmır, reysə buraxılır? İnsan həyatından oynayırsınız siz. İnsan həyatının təhlükəsinə atmaq sizin bəyəm qazancınızdan, yəni necə deyim, aşağıdır yoxsa nədir ki, siz bu nəzarəti eləmirsiniz? Üçüncü səbəb və ən əsas səbəb sürücülərin Bolt şirkətində normadan artıq işləməyi. Yəni bunu niyə bir qrafika salmırsınız? Niyə bu məsəl üçün elə bir qrafika salın ki, bunlar normadan artıq işləsin? İnsafınız olsun. Mən onlarla təmasdayam, əlaqə saxlayıram da bu sürücülərlə, Bolt şirkətinin sürücülərlə. 25 gediş verirsiniz. 25 gediş. 25 gedişi bu insan nə vaxt işləsin ki və evinə də çörək yaparsın. Bu insan 16 saat rol dalında olur. Bu insan robotdur. Nədir bəyəm? Bu insanları, bu sürücüləri, Boltun işçilərini inciməsin o sürücülər. Eşşək kimi niyə minib çapırsınız ki? Niyə bir düzgün qrafik qurmursunuz? İndi siz öz aləminizdə əhaliyə güya ki, nəsə bir yaxşı bir iş görmüsünüz, ekonom, məsələn, bəli sərf eləyir, məsələn, əvvəl buradan 20 yanvar, Xırdalandan 20 yanvara, məsələn, taksi aparardı, deyək ki, 6-7 manata, amma bu 4 manata gedirsən. Başa düşdük. Hə, təşəkkür edirəm. Əhali nəzərə alırsınız. Və yaxşı o tələfatlar, nə bilim, belə hadisələr, bunlar əhalinin başına gəlir də. Yəni o sürücü də Azərbaycan vətəndaşıdır. Bu da bir hadisə törətdir. Sərnişinə bir şey olmadı, digər bir şey olmadı. Özü bir təhlükədir, özü bir hansı bir ailədən çıxıb, hansı uşaqların atası da Azərbaycan oğludur. Yəni bunlar niyə bir qrafik ayırmısınız? Niyə bir yüngül qrafik ayırmısınız? Yazıq da o millət. Biz millət yazığıq axı. Bir iş quranda niyə millətin hər tərəfli düşünmədən iş görürsünüz ki? Bunu 25 gediş az deyil. Elə bir gediş olur ki, bir gediş 2 saat vaxtı ayırır. Hansı ki oradan 2 manat ona pul qalacaq. Həmin o gediş 2 saata probkaya düşür, 2 saata gedir. Və bu insan nə vaxt evinə çörək yaparsın? Bu insan nə vaxt gedib balasına vaxt ayırsan? Bu insan istəyir ki, bugünkü gün Azərbaycanda günə 50 manat evinə girmədisə, demək ki, sən yaşamırsan. Demək ki, sən sürünürsən. Yəni hələ 50 manat stabil deyirəm ha, hansı ki dolanışıq üçün. Yəni bunun toyu var, bayramı var, nə bilim, digər xərcləri var, onları hesablamıram. Yəni yaxşı olar ki, bu şirkəti qurursunuzsa, mən burada Nəqliyyat Nazirliyinə müraciət edirəm və bu iş quran insanlara müraciət edirəm. İş quranda elə bir iş qurun ki, nə şiş yansın, nə kebab. Yəni özünüz də qazanın. Məsəl üçün bir dənə qrafik açın. Bir maşınları gətirdiniz, verdi sürücüyə təhvil, qrafik açın. 8-dən məsəl üçün 8-ə 12 saat. Ayda verirəm sənə 1000 manat maaş məsəl üçün. O biri axşam 8-dən səhər 8-ə. Sənə də verirəm 1000 manat maaş. Onda baxın görün belə bir hadisələr olur. Olmayacaq təbii ki. Əgər onun da bir siz fikirlərsiniz ki, məsəl üçün mən sürücüyə maaş versəm, sərnişini ləngidəcək, nə bilim, belə deyək də, keyflə işləyəcək, işləmək istəməyəcək ki, maaş alır. Onun da qaydası var, ona da çip qoyun, nəzarət qoyun, kamera qoyun, görün o duxu çatır o səhlənkarlıq eləməyə. Belə bir qrafik açsın, qoy cəmaat da işləsin də. Yoxsa yükləmisiniz, əlif adəmə görə üzr istəyirəm, yükləmisiniz milləti, eşşək kimi minib çapırsınız sürücüləri. Sonra da deyirsiniz ki, bu hadisələr oldu. Əvvəla yuxuluyurlar o yazıqlar. Allah'ın da olsun, mən çoxunu tanıyıram, ruh dalında yuxuluyurlar. Kofe içməkdən beziblər. Bu energetik içməkdən beziblər ki, heç olmasa gedim qaza eləməyim. Yəni olmaz axı belə bir şey. Yəni bu milləti bu cürə necə deyim, rejim, yəni taksi rejimi olmaz. Yəni bu rejim deyil. Taksinin rejimi var, sürücünün rejimi var. Yəni vaxt var, həmin vaxt təyin olunur ki, bu sürücünün yuxusuzluğunu nəzərə almaq lazımdır, yorğunluğunu nəzərə almaq lazımdır. Mən bu taksilərə minəndə baxıram ki, sürətlə sürür, onu da başa düşürəm. Amma ilk öncədən özümü başa düşürəm ki, mən yaşamaq istəyirəm, mən ölmək istəmirəm. Sürücü sürür, şəhər daxili bəlkə sürür 80-100-lə. Başa düşürəm, insandır. Yəni istəyir ki, evinə çörək yaparsın. O sizin o qrafikiniz 25 gedişi həll edib evinə çörək yaparmaq istəyir. Düzdür, elələri də var ki, avtoşluq eləmək istəyir, cavanlıq eləmək istəyir. Elələrini heç mən də dəstəkləmirəm. Yeri gələndə təqqir də eləyirəm, düşürəm də maşından, deyirəm lazım deyil mənə. Mən yaşamaq istəyirəm.
Amma ümumi bir nəzarət lazımdır. Nəqliyyat departamenti, xahiş edirəm, bu işə nəzarət eləyə. Ay Bolt şirkəti, xahiş edirəm, insan həyatından oynamayın. Düzgün qrafik açın bu taksilərə. Orada olmazdı, məsəl üçün, belə şükür Allah ki, ölüm itim olmuyor. O hadisə, mən deyərdim ki, ən azı 20 nəfərin təhlükəsidir. Ən azı 20 nəfərin ölümünə səbəb olası bir təhlükə idi. Çox şükür ki, heç nə olmuyor. Allah xalqımızı qorusun və düzgün, insaflı iş sahiblərini qorusun. İş sahibləri, hansı ki insafla, Allahla xalqını düşünən iş sahiblərini qorusun. Yoxsa, ay bir mən pul qazanım, amma digərini vecimə almayayım, elə bir söhbət ola bilməz. Qanun, düzgünlük gözəl şeydir. Allah xalqımızı, dövlətimizi qorusun.